Buna qulaq asın, Azər Şahverdiyev bunun başına nələr gətiribdi. Amma Azər Şahverdiyevi tutan olmayıbdı. Hər kəsin gözünün qarşısında Azər Şahverdiyev buna nə edibdi? Hər kəsin gözünün qarşısında əvvəllər Azər Şahverdiyev başqa bir polisə içkili vəziyyətdə ölümcül hala salıb döyüb başqa bir polisi, havaya atəşlər açıb, oranı buranı avtomobili gülləbaran edib, dəyib dolaşan olmayıb ona cinayət işi açılan olmayıbdı. Bir hektardan çoxdur. Ha, dedim mədansa, Bu adamın torpaq sahəsi olubdu, qanuni şəkildə buna verilibdi. Azər Şahverdiyev gəlib deyib ki, bura mənimdir, mən bəylərin bacısı mən oluyum. burada 2016-cı ildə Elmar Vəliyev tərəfindən mənə torpaq verilib, 4 sot torpaq verilib. Deyir, nə danışsan deyir. Buranın hamısı mənimdir. Demək, maşından düşmənlə məni döyməyə. Nəysə, əlində də maşın açarı başıma kimi, hələm şəkillərine kimi var məndə, buradadır şəkillər. Məsələn, məni döydülər Rənsiyən üçü. Demək, Azərdir, Amiddir, bir də Ramildir. Üçü. Azər Şahverdiyevdən söhbət gedir. Nəysə, döydülər, bütün ağzım bağım qanını uzatdı, orada məni qoydular maşının içine bastılar, 011-in içine. Deyir, ha, qoyun cibinə qoyun deyir, aparın şöbədən də deyir, o yüzden göndərək. Nəysə, narkomana oxşuyur. Dedim, hə, bir bax gör narkoman məndən yoxsa sənsən. Nəysə, təzən deyir ki, piyanist var. Nəysə, belə söyüşlərlə, təklif söyüşlərlə, yəni o sözün üstündə adamın başını kəsib yanına qoyarlar. Sən kimsən, kimsə şəxsiyyətini toxunursan, kimsən sən? Kimi, ha, biz burada, bilirsən, bilmirsən, mən bəylərin başda oluram. Dəyərli dostlar, bu Evgen İbrahimov işi deyil. 1-2 il əvvəl olmuş Gəncənin başqa bir sakininin başına Azər gətirdikləridir. Mən hətta Azər polisi döyməsini, vəhşicəsinə ölümcül döyməsi barədə də başqa məlumat da sizə göstərəcəm. Kim olsa o kimi. Sən kimsənə bir qarşı torpaqsınsa kimsə gəl təklif edəmə döyməyə. Bununla bağlı şikayət etdinizmi? Şikayət etdim. Mən aidiyyəti orqanlara şikayət eləmişəm. Daxili İşlər Nazirinə, Hörmət Cənab Prezidentə kimi rəsmi məktub yazmışam. Hələn bir cavab yoxdur. Bir aydan çoxdur mən prokurorun qəbuluna girəmirəm. Ki mən sözümü deyəm. Niyyət var. Yalandan niyyət də deyir, ay bağ belə, bostan belə, heç bir eləmir. Əksinə hamısı onu müzafə edir. Onun tərəfini saxlayır. Bakı İdarəyə kimi getmişəm. Kəpəz rayonunda, Kəpəz rayonu. 27 gün mən getdim ərizə yazmağa, orada şikayət eləməyə. Siz inansın, and olsun Allaha 8-9 dənə polisin içində məni döydü. Kamera var da orada, Kəpəz rayonunda. Azər Şahverdiyevdən söhbət gedir. 3-cü mərtəbədə. Gəldi mən orada döydü. Orada mən üzümü tutdum, getdim prokuraturaya. Getdim burada ərizə yazdım. Getmişəm həkimə, ekspertdən keçməyə. Deyirsən kim döyür? Deyirəm Azər. Dedi, o küt Azər. Dedim, sən nə bildin? Deyir, ondan başqa kim döyə bilər ki, deyir. Onun vəzifəsi nədir? Azərin kapitan, Nizam rayonunda işləyir. Demək, polis zabiti. Bəli, bəli. Deyirəm, mən nəyə görə siz yaxşı Azər ortaya gətirmirsiniz? Məsələn, hakim. Ya da prokurorun müavinlə mən dedim, Rəsul müəllimə dedim. Dedim, siz buna niyə gizlənsiniz? Yəni, mənim bu xəsarət bu qədər mənə dəyibdir. Məsələn, əlim, şəkilər kimi hamısı var məndə. Faktlar var məndə. Faktlar hava kimi üstünü örtüsünüz. Bax, Gəncə prokurorluğu o vaxtı necə üstünü örtmüşdüsə, hər kəsin gözü qarşısında olan bir şeyi. İndi Elgün İbrahimov qətildir, bunun üstünü örtməyəcək. Yəni, bilsinizmi? Yəni, bu qədər... Hələ bu adam danışır, deyir, bu döyüb məni. Faktlar var, subutlar var, deyirlər yox. Canlı danışır şahid. Elgün İbrahimov yazıq ölübdür. Ortada şahid yoxdur. Kimsə yoxdur. Və əlbəttə ki, ört-bastır etmək bu məsələni daha asandır bunlar üçün. Sızlıq olmaz deyə, bu qədər öz başına olmaz. Siz əvvəlcə bildirdiniz ki, həmin Azər dediyiniz adam kiminsə qohumudur. O dəqiq məsələdir. Əlbəttə, bəli. Bəylərin bağışda olur deyirlər. Deyirlər, bəylərin bağışda olurdur. Hətta keçmiş Göygöl rayonunun komissarı Mail. İndi onun qardaşıdır. Mailin qardaşıdır. Mail Şahverdiyevin qardaşı. Bəli, bəli. Familiyası nədir? Azər Şahverdiyevdir. Bəli, bəli. Azər Şahverdiyevdir. Qardaşım Mail Şahverdiyev general-mayordur. Hərbi xidmətə çağırış xidmətinin rəis müavinidir və başqa bir neçə il öncə Azər Şahverdiyev bir nişan mərasimi olubdu. Gəncə şəhərin baş polis idarəsində
əməliyyat müvəkkili idi. Ekranda da görürsünüz xəbəri, həmin tarixin xəbəridir, köhnə xəbərdir. İçkili vəziyyətdə Azər Şahverdiyev gəlibdi. Silahı, Makarov tipli silahı, tapançanı çıxardıb, havaya dalbadal atəş açıbdı və orada olanlar qorxub qaçıblar və zəng ediblər 102-yə və başqa bir polis gəlibdi. Göygöl rayon polis şöbəsinin Sansu bölməsinin əməliyyatçısı Vəfadar Orucov hadisə yerinə gəlib, çünki bilməyib ki, bu atəş açan kimdir, bu xulqanlıq eləyən gəlib kimdir. O sərxoş vəziyyətdə olan və hələ də atəş açmaqda davam edən və bununla insanları qorxudan Azər Şahverdiyevi sakitləşdirmək istəyibdi. Lakin Azər Şahverdiyev Vəfadar Orucovu ölümcül döyübdü. Bundan sonra sakinlər daha da qorxuya düşüblər. Məlumata görə sakinlər növbət dəfə Göygöl polisinə müraciət etsələr də nəticəsi olmayıb. Hamı Azər Şahverdiyevdən qorxur. Ona görə də polis göndərməyiblər. Bir qədərdən sonra Azər Şahverdiyev özü atəşi dayandırıbdı, ara veribdi. Məlumat üçün deyək ki, Azər Şahverdiyev bir neçə il əvvəl Göygöl polisində çalışıbdı. O iş yoldaşının üstünə silah çəkdiyinə və onların xidməti maşınını gülləbaran deşik etdiyinə görə artıq polisin özünə, yəni avtomobili dərmədeşik etmişdi və onu işdən çıxardıblar. Üstündən 1 ay mı, 2 ay mı keçibdi, onu gətiriblər, sonra Gəncə şəhərinin Nizami rayon polis idarəsinə və rütbələrini qaldırırlar. Yəni bu həmin Azər İbrahimovdur. Hər kəsin gözü qarşısında insanları döyən, polisi ölümcül döyən, polis avtomobilini gülləbaran edən, faktlar, sübutlar olan bir şəxs onu cinayətə cəlb etmirlər. Görürsünüz, örtbasdır etdilər, cinayət kimi açıldı. Yox, vəzifədə qaldı, vəzifəsini ələ artırdılar, Gəncənin özünə gətirdilər. İndi ölmüş, sübut ortada olmayan Elgin İbrahimov cinayət işini açacaqdılar. Yox, arxasında Bəylər Əyibov dayanır. Bunu açmaq üçün də sübut lazımdır. Sübut da polislərin əlində olub. Polis öldürüb, döyüb, öldürüb və izi itirib, telefonu yox eləyib. Gətirib ora 2-3 dənə yalançı izlər qoyub. Əlbəttə prokurorluq neynəsin? Gəncə prokurorluğu da onların əlindədir. Necə ki, əvvəlki illərdə Azər Şahverdiyev başqa cinayətlərin üstünü açmayıb Bəylər Əyibovun tayfası olduğu üçün Gəncə prokurorluğu eləcə də indi aça bilmir, açmır. Sübut yoxdur əllərində. Ona görə də baş prokurorluq yalan məlumatlar yayır öz yerində. Özü də bilir ki, yalan məlumat yayıbdır. Amma gördüyünüz kimi dedilər ki, bizə sübut verin. Onlar da bildilər işi. Sübut istədilər. Polis isə, Gəncə polisi cinayəti törədənlər yox elədi sübutu. Gerçəklər budur, dəyərli dostlar. Azərbaycanda ədalət yoxdur. Ədalət ancaq kişi adıdır. Ədalət ölübdür. Azad Söz kanalını izləyin. Həmişə abunə deyilsinizsə abunə olun. Gerçəkləri bu kanaldan izləyin.